Mənim əziz, hörmətli qardaşlar və bacılar, Azərbaycan və Türkiyə və Türkmənistan. Marko İmadiyam, sizə qəşəng xəbərlərim var bugün. Halleluya! Biz tamam kitab müqəddəsi ki oxuruq, Rəbb İsa 2 dənə qanun bizə verdi. Bu nə məzhəbdir, bu nə dindir və nə ağır şeydir ki biz eləyə bilməyək və bəhanəmiz ola ki biz ya müsəlmanıq, ya Yahudiyik, ya Budayıq, ya Zərtüştük, ya Hinduq, ya qeyrə. Buna bəhanəmiz yoxdur. İsa bir şey kitab müqəddəsdə dedi, heç kəsin bəhanəsi yoxdur ki, deyə mən bunu eləyə bilmərəm. Və o nədir? Bu kitab müqəddəsin tamam, bu qalınlıqda kitab müqəddəs 2 rahat qanuni var. Ki İsa dedi, əgər sən bu 2 qanuni eləsin, görsün, əbədəncə Rəbbin padişahlığı və mələkutunda səmada olacaqsan. Garanti verdi. Ki dedi, bu 2 şey sən gərək eləyərsən. Və o 2 şey nə mənədir? Rəbbi ürəkdən, candan, fikirdən, ağıldan, gücdən çox hissə sev və qonşubi, qardaş bacıları, insanları özün kimin çox hissə sev. Əgər sən bu 2 işi görsün, əbədəncə səmada olacaqsınız. Əziz mənim hörmətli əzizlərim ki, bu mənim sözümü eşidirsiniz. Gəlin bugün azad olaq. Gəlin bugün şəfa tapaq. Bizim hamımız İslamdan çıxmışıq çölə, gəlmişik Xristiyan olmuşuq. Oturmuşuq bir məzhəbdən, dindən, ayindən, başqa məzhəbə din ayinə girmişik. İnanın, biz məsciddən çıxmışıq, məsciddən girmişik kilisa, orada imam var idi, mallar var idi, Quran oxurdu. İndi girmişik kilisa, orada da kim vardı? Papaz var. Ha? Orada kişiş var. Orada o pastor var. Ki orada da pastor danışır. Amma tamam bu kitab müqəddəs heç bu şeylərə aidiyyəti yoxdur ki. Sən bəhanın yoxdur deyəsən, mən Rəbbi ürəkdən, candan çox istəyə bilmərəm. Müftə şeydir. Mən birini çox istəyəm, gərək pul verəm. Xeyr. Gərək kilisa gedəm, xeyr. Gərək məscidə gedəm, xeyr. Gərək kənisiyə gedəm, xeyr. Gərək ibadətgaha gedəm, xeyr. Görürsən? Ya gərək qurbanlıq verəm, xeyr. Qurbanlığı verən veribdir. Qurbanlığı verən qurbanlığı mənə sənə verdi. Çarmıq üstə öldü sənə mənə görə. Məndən sən qurbanlıq verməyə istəmir, lazımdır. Görürsən? Lazımdır ibadətgaha getmə. Lazımdır ki, sən gedəsən qurbanlıq kəsəsən. Ürəkdən bərk Rəbbi hissə, çox hissə. 2000-ci, insanları çox istə, qardaş bacılarımız çox istə və sən bu 2 işi görəndən sonra sən birbaş Rəbbin mələkut və padişahında yaşayırsan. Əzizlərim, canlarım, özümüzü allatmayaq ki, İslamdan çıxmışıq, olmuşuq Xristiyan, hə? Bacı qardaş deyirik, amma bacı qardaşlarımızı sevmirik. Və biz yalan danışırıq və kəlamda da deyir. Deyir ki, o ki, bacı qardaşın çox istəmir, adam öldürəndir. Görürsən? Qatildir. Hə? Mücrimdir o. Qaranlıqdadır, gözü görmür, kördür. Qaranlıqda yol gedir o. Görürsən? Bunlar hamısını İsa deyirdi bizə, kəlam bizə deyir. Gəlin bir gün oyaq olaq ki, tamam kitab müqəddəsin sözü bir işdir. Rəbbi sizə ürəklə canla, başqa insanları ki görürsən, onları da ürəklə canla söyle. Niyə? Səbəbi nədir? Mən birin ki, sevəm, çox istəyəm, heç zaman onu incitmərəm. Ondan su istifadə eləmərəm. Ha? Ondan oğurluq eləmərəm. Ona yalan demərəm. Ona ziyan vurmaram. Görürsən? Mühəbbətin gücü var. Eşqin gücü var. Canlar, eşqlərim, əzizlərim. Gəlin bir gün oyanın və qoyun Rəbb həyatınızda mücizə eləsin ki, necə məni azad etdi. 30-40 ildən, 34 ildir mən Xristiyanəm, təzə azad olmuşam, inanırsınız. Xristiyan dindən azad olmuşam. Xristiyan dindir, eşqdir. Eşq, eşq, eşq.